Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı cümlenizin üzerine olsun. Allah Teala gelen günlerinizi hayren beddel eylesin. Ettiğiniz ibadetleri kabul eylesin inşallah. Bildiğiniz kimi mevzumuz Cenab-ı Kasım'ın meydana getməsidir. Elə ki, əshabə tamamen şəhid oldular. Həzrət kömək istəməkdən ötəri səsləndi. Ey qəriblik, ey köməyin azlığı, aya bir kömək eden var mı ki bize kömək etsin? Aya bir düşməni kənar eden var ki bu düşmənləri birdən dəf etsin? Salıblar yarı təngə bizi Kərbəlada ya Cədda. Salıblar təngə bizi Kərbəlada ya Cədda. Qalıb bəlalı başım min bəlada ya Cədda. Şehit edibdüler əshabi yaverim tamam. Məni qoyubdular yalqız arada ya Cədda. Ölübdü qardaşım Abbas, qalmışam yalqız. Köməyim yoxdur bu Kərbəlada ya Cədda. Yoxumdu bircə olan Əkbər oğlumun qanini. Yoxumdu bircə alan Əkbər oğlumun qanini. Bir kəs tapılmır getsin cihada ya Cədda. Özüm qərib, əyalım qərib, düşmən çox, adamsızam, yetişən yoxdur da ya Cədda. Bu vaxt xeymələrdən iki oğlan çıxıb ay kimi. Biri Əhməd, biri Qasım. İmam Həsən oğlanları Həzrətə tərəf gəldilər və dedilər: Ləbbeyk əmi, əmr elə bizə hər nə ki əmrin var. Allahın xeyir duası sənə olsun. Elə ki Həzrətə yetişdilər, əvvəl salam etdilər və dedilər: Ey səhabəsi dağılan, cavanları qırılan, bu qürbət ölkədə xar olan əmi, salamun əleyk. Həzrət buyurdu: Ey cavan gül peykərim və bu qəmli çöldə mənim köməyim, əleykəssalam. Yəni elə ki Həzrəti mübarək gözləri Qasımə düşüb, qolların Qasımın boynuna salıb qol boyun oldular və çox ağladılar. Cenab-ı Qasım dedi: Əmi, mənə izin ver, meydana gedim, ta canımı sənə qurban edim. Həzrət mani oldu. Bəs Cenab-ı Qasım peyderpey Həzrətdən izin istəyirdi. Həzrət buyurdu: Oğlu Qasım, sən qardaşım Həsən yadigarısan. İstəyirəm sən salamat qalasan, ta mənim üçün baisi təsəlli və əram olasan. Sonra buyurdu: İzin istəmə oğul, səni meydana qoymaram.
Qana boyayarlar çaçuluvi, seni getmeye koymaram. Min defa şümürü kəsdə xəncərlə başımı, mən eylərəm qəbul, aman səni meydana qoymaram. Bəs Cenab-ı Qasım izin meydan ala bilmədidə məyus olub bir güşədə tənha əyləşdi və gözlərinin yaşını tökürdü. Qasım'ın anası Səriyə Qasım'ı perişan görüb dedi, bala nə üçün bu hala düşübsən? Qasım dedi, ana əmim məni meydana cihad etməyə izin vermir. Bərəvayət bu vaxt Qasım'ın yadına düşdü ki, atası İmam Həsən əleyhisselam bir namə yazıb, onun bazusuna, yəni qolunun bazı hissəsinə bağlayıb və o vaxtı buyurmuşdu ki, hər vaxt qəm və möhnətin çox olsa, bu naməni aç, oxu və məzmununa əməl et. Bəs naməni açıb gördü, atası öz mübarək xətti ilə yazıb. Kərbəla toprağında, daşanda qan Qasım. Küfə namərləri sizə qılın çəkəndə Qasım. Qərib əmivin başına dolanıb yalvar, yaralı sinöv ilə oxlara nişan Qasım. O vaxtı olaram mən səndən razı oğul, ki susuz verəsən həsrət ilə can Qasım. Cenab-ı Qasım naməni həzrətə göstərib ərz eylədi. Ey qərib yalqız əmi, muradıma yetirdim, tapıldı dərmanım. Şəhid olmağa əlimdə var yaxşı bir fərmanım. Buyur bu naməyə bağı İmam-ı Əsir, yazıbdı qətlimə fərman atam İmam-ı Həsən. İmam Hüseyin əleyhisselam qardaşının naməsini oxuyub şiddət ilə ağladı və dərdli və yandırıcı qəlbi ilə dərindən bir ağac çəkib buyurdu. Qardaşımın balası bu atandan sənə bir vəsiyyətdir. Amma bil ki ayrı bir vəsiyyəti də səndən ötəri atan mənə edib, gərək onu əmələ gətirəm. Gərək bu çöldə sənə toy edib səni damad edəm. Gərək bugün qızım Fatiməni sənə əqd edəm. Bəs Qasım'ın əlindən tutub gəldilər Cenab-ı Qasım'ın anasının yanına. Qasım'ın anasına buyurdu, Qasım'ın təzə libası var, ərz eylədi yox. Bəs Həzrəti xanım Zeynəbi istəyib bacısına buyurdu, ey bir gündə başına 7 qara salam bacı, Səhra-i Kərbəlada oğulsuz qalan bacı. Qurban olum o göz yaşına, gəl bir yanıma. Çətin günümdə dərdimə dərman olan bacım. Həzrət buyurdu, bacı ged Fatiməyə de, atan görməyibdi dar-ı fənada oğul toyu. Kərbəlada tutmağa bir toy xəyalı var. Əqd etməyi istəyir səni Şahzadə Qasımə. Rəyin nədir bu barədə səndən suali var. Cenab-ı Zeynəb gəldi gördü Fatimə Əli Əkbərin toy libaslarını qoyub qabağına. Gözünün yaşını dökür və oxşama deyir.
Biçilmeyen boyuna toy libası kardeş vay. Eline yakmayan doyanası kardeş vay. Kuru yerimizde susuz doğranan kefensiz ölen tamam peykeri hancerin yarası kardeş vay. Koyan Medine'de suğra gözünü yollarda. Kalar meler güney Leyla nası kardeş vay. Bu Cenab-ı Zeynep Fatime'nin özünden ağlar gözünden öpüp dedi. Balayın oğlusuz baban izler Cenab'ın oğlu Kasım'e ak dedi toy eylesin. Ra'in nedir? Fatime toy adını eşiteceği dedi. Deme toy adını başıma küller. Batıbdı kanına kardeşime ekber. Yaralarından ele kesilmeyip kanı. Bu sözlerim beni yandırdı ey vefa çağını. Cenab-ı Zeynep dedi kızım bu işlerde hikmet var. Gerek atovun isteğini edersen. Fatime dedi eğer kalbinin isteği var kalbi yaralı atamın. Keniziyem kızıyam ihtiyarı var atamın. Sözü kabulümdür her ne olsa sün esasım var. Benim de ama atamdan bir iltimasım var. Cenab-ı Zeynep dedi bala ne iltimasım var yar. Dedi ama çünkü benim bir serdaremim ve tacdar kardeşim ve sayin vefadar ensarlarım ölübüler. Ama gerek bu toyda konçalar kara boyansın. Erus otağım türbedi sera olsun. Hena yerine el ayağım gerek kan ola. Ali Ekber'imin köyneyi rübendim ola. Ama can benim cehiz tedarüküm gerek. Elə bəzənsin ki qiyamətə kimi bütün bey ve gelinleri yandırsın. Bu taraftan Cenab-ı Kasım'ın anası İmami Cenab-ı Kasım'a toy etmeyinde haberdar olup Hazreti arz eyledi. Ne noy sen balama toy edirsen ey Moğla. Ali Ekber ölüp göz yaşı tökür Leyla. Toya kimim gelecektir ey şahit övram. Bu garip ülkede yok bir kesim sana kurban. Hazreti buyurdu ey biçare sen ki alemi zahirde kavmi akrabalardan bir gelenimiz olmayacak. Ama alemi batinde gör kimler gelecek. En evvel bu toya Hatemi Enbiya gelecek. İkinci serveridi Şahila Feta gelecek. Üçüncü vermeye zine deru zehuriler. Beşten götürüp ziveri sefa gelecek. Hadice, Meryem ve Sara, Hazeyn-i Rizvan, kabakda gelen hireten nisa gelecek. Öz oğlunun toyuna etmeye mübarek bad, ciğerleri tökülen teşte müsteba gelecek. Cenab-ı Kasım'ın anası dedi, nece edeyim ben bu toy ey İmam-ı Erş-i Feraş, gözlerinden ehli harem cümlesi tökür kan yaş. Kimi toya çağırım, könlümün belası gelir. Ki her yana bakıram ağlamak sedası gelir. Eğer gelehami bu toya ey padişahı Kerbela. Yəqin ki gelmeyecek Ekberi ölen Leyla.